olubdur. Nizami müəllim də təsdiqləyər. Məsələn, gürcülərdə xalq sənətkarları, xanəndələr, qosanlar və aşığın sələfi sayılan ozan arasında bir həm fonetik, həm də funksional bənzərlik var, bir oxşarlıq var. Eyni zamanda biz Qafqazda, Anadoluda aşıq mühitlərinə baxanda bizim türkün, sazın, sözünün sərhədinin nə qədər geniş olduğunu və müasir Türkiyə və Azərbaycan Cümhuriyyətinin sərhədlərini nə qədər açdığını görürük. Nümunə kimi bizim indi Ermənistan aldanan qərbi türk torpaqlarına, qərbi Batı Azərbaycan dediyimiz coğrafiyada Göyçə, Ağbaba, Zəngəzur, Dərəçiçək kimi aşıq məktəbi, aşıq mühitləri olubdur. Yenə qərb tərəfə baxanda Azərbaycandan Borçalıda çox böyük bir aşıq məktəbi, aşıq mühiti olub. Mən üzr istəyirəm, deməli 16-cı əsrdən 20-ci əsrə qədər 300 erməni aşığı Azərbaycanca şeir yazıb. 300. Erməni məclislərində dastanın nəsr hissəsi ermənicə danışılırdı. Şeir hissəsini Azərbaycanca oxuyurdular. Azərbaycan dastanıdır. Nəsri tərcümə edə bilirlər. Şeir eləmirlər. Çünki erməni dilində şeir olmaz. Ancaq əhvalat danışır. Belə bu doğru. Mən elə sizin fikrinizin davamı olaraq onu deyim ki, siz erməni aşıqları deyirsiniz. Məsələn, Borçalıya qonşu Cavaxetiya bölgəsi var. Bu gün orada ermənilər yaşayır. Sayın Böyük Elçim də orada görev yapmış deyər. Ancaq tarixən də orada türklər, amma bizim o türk dilinin o areala, yayılma arealını göstərir. Təsir o qədər böyük olub ki, 18, 19, 20-ci əsrin əvvəllərində orada nə qədər onlarla, yüzlərlə türk, gürcü, yunan, erməni, yəni gürcü, yunan, aysor aşıq şairləri olubdur. Aşıq Etur, Güləci, Söhbəti, Ruhani, Pektai kimi belə gözəl aşıqlar yetişir. Amma milliyyətcə türk olmuşlar, türkçə dastan deyiblər, şeir deyiblər. Bu bizim dilin, sazın elə hünəri, qüdrətidir. Və biz o aşıq